Herkese salam. Bugün Kəndə gedək vlogu çəkdik. gəlin başlayaq. Evet dostlar, bu arada bir şey de demək istəyirəm ki, bu bizim ilk vlogumuzdur. Yəni həm üzümüzü göstərdiyimiz həm ilk vlogumuzdur, həm də ki normalda ilk vlogumuzdur. Sadəcə siz bu vloqa baxanda bizim üzümüzü görməyəcəksiniz təəssüf ki. Ayxan Bir də sizə bir sözüm var. Ayxan sizə bir şey demək istəyir. 1150 abunəyə çatmamıza son 2 ay, nə bilək 5 abunə qalıbdı. Çalışırıq ki, o 5 abunə də abunə olsun və biz 1150 abunə olaq. Ya da çalışırıq ki, 1150-dən daha çox yuxarılara qalxaq. Yəni çalışa bildiğiniz qədər abunə olmağa Və çalışırıq. elə eləyək ki, bu vlogumuz, Daha çox yəni izlənsin. ilk vloqdur deyə biz çəkirik. Yəni sizə güvənib çəkirik bunu ki, bəlkə də bu baxsay keçər. Bizim bir videomuz var idi hətta. Ona biz heç güvənmədik. Yəni ilk videolarımızdan biri idi. Hansı video idi Lato Ayxan? videosu. Hə, Lato videosu çox da yəni belə max yəni keyfiyyətli bir şey də çəkməmişdik. Həqiqətən hətta 830 baş almışdı o videomuz, görürsünüzmü? Bəlkə siz bunu izləyəndə də artıb deyərdin ki. Yəni dostlar, bacardığımız qədər inşallah bu videonu da qaldırarıq. Hətta 800-dən yüksək baxışa qaldırarıq. İnşallah 1K olar. Bizim shorts baxışlarımız 1K-dan artıq 11K olan 11K baxışı olan videomuza kimi var. İnşallah bizim uzun videolarımızda onun kimi olar. Sizə güvənirik. Çox sağ olun. Burada bagajda oturamıram çox rahatdır. Deməli dostlar, gəldik çatdıq kəndimizə. harca bir saat yarım yolculuqdan Ən sonra, saat yarım bir yolculuqdan sonra gəldik kəndimizə çatdıq çox şükür. İndi biz burada Baxın dostlar, sizə bir hər şeyi göstərmək çalışacağam. Çalışacağım kadralara salım, baxın. Hər yer yaşıllıq, yəni bunları artıq adlarını unutduğum üçün deyə bilməyəcəm. burada Gəlin keçirik dostlar. Sizə hər yeri tanıtmağa çalışacağıq Ayxandan. Görək necə eləyirik. İnşallah ayağımızı başımızı qırmasaq. ailəsində deyə yarpaqlar belə çox solub. Baxın. Burada çox qəşəng rəsm şəkil çıxar. Burada oturub şəkil çıxar. Baxın dostlar, indi bir şey göstərəcəm. Xini yəni xurma da. Nəysə, adını biz sizə yazarıq yorumlara. Bu da o ağacı idi. Sadəcə nə olubdu bilmirəm amma yəni üstü yığılıbdı da. Yəni nə olubdu da ki, Ayxan yığıb bu arada. Getdik. Sonra nə var? O bir sırflara gedək. Qoz ağacını falan göstərəcəm. Gözlə bir də de. O zaman çox yekə bir ağacdır. Məsələn burada fındık ağacları var. Baxın dostlar, yəni buradan keçə bilmirəm artıq. Bir dəqiqə keçə bilsəm, keçdim. Baxın dostlar, mən indi bu qoz ağacını mən kameraya tutuşturmağa çalışacağam. Baxın, qoz ağacı burada başlayır, baxın burada. Eynən orada. Buradan başlayır, uzanır və baxın gördüyünüz kimi görün çox yekə, yəni çox yekə ağacdır. Və onu deyim ki, dostlar, o məlumatı da verim ki, biz yəni nə vaxt istəsə, yayda gəlsəniz, yəni də məsələsi deyirəm. Gəlsəniz, yəni bu ağacın altı o qədər sərin olur ki, altı. Altı həm də yamyaşıl olur. Bilmirəm niyə, amma çox qəşəng olur da, yəni. Məsələn, indi baxın, Həm də o Lato videosu var idi, ən çox izlənən uzun videomuz. Onu da burada biz sevmişdik. Aga bir Hə. anlaşmışdık. biz o Lato videosunu da burada çəkmişdik, dostlar. işləmişdik. Hə dostlar, baxın Ayxan bilirsiniz ki, nəysə, o bildiniz də yəni. Baxın dostlar, burada da şey var, yəni nərdivan var oradan. Başında soğuk varmış. Sonra baxın dostlar, bir şey göstərəcəm. Gəlin gedək sizə gülləri göstərək. Dostlar, Ayxanın nərdivana çıxma. Çıx. Çıx göstərəcəm. Çıx, biabr olacaqsan. Ay Allah. Çıx. Çıx. Dostlar bu. Ya dostlar, ayım bura kimi çıxdı. Ayxan kömək eləsən artıq düşəcəm. Bir dəqiqə. Demək dostlar, kameranı qaytardım əlinə. Götürdüm dostlar. Bir dəqiqə. Hə, getdik. Dostlar, Ayxan bir dəqiqə gedir. Mən də sizə buraları çəkeyim. Çəkdim zaten bayaqlarım. Yəni belə keçək buradan çəkeyim. Çox qəşəng yaşıllıqdır məncə. Milatdan əvvəl 300 illikdə qalmış pikmi tuduğu. Boy ay dostlar, yıxılmışdım az qaldı. Dostlar, milatdan əvvəl qalmış pikmi çubuğu. Bir dənə barmaq əysikdir bax burada. O da şey oxşuyur. Bu barmaq şeylər olar, bayraqları soxular belə bax. Hərbi bilək. Direkt bayraq diləyinə oxşar bura. Buranın bir dənə bayrağı əysikdir. Dostlar, gəlin sizə belə keçəkçiləri göstəreyim. Baxın, indi görün. Dostlar, sakit durun. Ayxana sürpriz eləyəcəm. Gerçi o mənə eləməlidir, amma mən onu eləyirəm nədənsə. Yox, Ayxan, sən bir dənə şey bura keç. Zəhmət olmasa keç. Hətta bunları elə belə tullayacam. İndi bax, bir dəqiqə, gözlə. Dostlar, baxın. Yollarına güller dizi. Dostlar, gəlin ağ gülü də göstərim sizə, baxın. Belə bir gül. Məsələn, o gülə ziyan verdi, amma bu gülə ziyan verməyəcək. Baxın, görün. Görün nə gözəldir dostlar. Sonra məsələn, bu çox süperdir.
Hətta bu çox superdir. Baxın, bunu açdıqca dostlar, baxın bir dəqiqə. Bunun bir məntiqini araşdırmışdım. Baxın bir dəqiqə. Bunu belə açdıqca bunun bütün ləçəkləri açılır və bu belə gülüydü də. Əvvəlcə belə gülüydü. İndi olub bax belə iki gül olur. Elə bax bunun kimi olur məsələn. Bu əslində amma bitki gülüydü. Bu bir şey bilsiz nəyə bənzəyir? Bu düzdür, qızılgül sadəcə piyon gülünə də bənzəyir. Baxın, belə olur. Baxın belə. Göstərim. Bu belə olur. Daha sonra nə tər olur? Belə. Yəni çox məntiqlidir. Çox məntiqlidir. Daha sonra Cancı'da yoksa kırmızı giymek ister size. Yürüyoruz. Yeşil çorapların çok güzel. Hiş. Ayağını tut sakın. Şuşu. Ay şuşu. Metin demişken ay şuşu. Hə, deməli dostlar, gəlin göstər. Baxın, ən gözəli mənə görə budur. Baxın. Çəkim də. Baxın. Çox qəşəngdir. Dostlar, bir də göbələk var idi burada. Bir dəqiqə göstərə bilsəm, tapa bilsəm onu göstərəcəm sizə. Gəlin başqa yerə gələcəz. Dostlar, burada bizim yan mətnlərdir, yəni yan göstərək. Dostlar, buranın adını bilmirəm nədir. Bura nədir? Buranı göstərdim də sizə. Göstərmədim buranı. Üzümü göstərdim mən. Üzüm quruyubdu deyə gözüm görmür. Gəlin nerede göstərdim, üzümü də göstərdim. Gəlin bura. Bir dəqiqə dostlar, göstərəcəm. Baxın dostlar, bu da moruqdur. İndi sizə bunun daha ətraflı şəkildə göstərəcəm. Arxadakı daha çox qəşəngdir, hə? Hə, indi bura üçün düşməyib deyə artıq bunlar solub. Amma sizə oranı da göstərəcəm. Baxın dostlar, bunlar da nədir? Görənlər bilər. Sonra baxın dostlar, burada çox qəşəng şəkillər çıxacaq Ayxan. Onu deyim sənə. Bax. Baxın dostlar. Nə qaldı burada? Baxın dostlar, bura nardır bu. Sapı yetişdi də. Hələ yetmir də faizləncə yetmir. Narı cəmaət yiftir be. Ayxanın max nar anlayışı. Neyse boş verin dostlar. Bakın. Baxın, gəl baxın. Alın. Bir də kadra düşmədi. Bir də. Sen küreğin nədir? Neyse at. Mama öldürəcək. Sen küreğin bütün tozunu baxın da. Gəl. Dostlar baxın. Götür ye. O boyda bir dəqiqə dayan. Başqa şey olar bu. Moruq deyil, sadəcə nəsə olar buna. Baxın dostlar, bu boyda moruq, yəni quruyubdur da, yoxdur, moruq yoxdur. Bitsə də bunu tapdıq. Ye, al ağzını aç. Ağzını el açır. Halal. Cemal da çək. Buradan sevdiğim güldən tapayım. Bakın. Dəqiqə dur. Bir daha mamını götürüyorum. Götür. Üfür. En sevdiğim gül budur. Əlini çəksə kameradan. Bir də. Gəl dostlar, bir dənəsində tap. Burada çok necə şeyler var. Bunlar. Baxın, beləliklə dostlar, Bir vloqumuzun vloqun sonuna gəldik. Belə videoların davamının gəlməsini istəyirsinizsə, Abunə olub, bir şeyiniz like var. var. Bildirimləri açmağı unutmayın. Bir də şey çıxıb, hype baxsın deyirlər. Hype nədir dostlar? Hype'ın mənasını bilən Yoruma yazsın. yorumlara yazsın və çalışaq ki, bu videonun yorumlarını dolduraq.